Tetrasiklin 1%li göz məlhəmi nədir və hansı hallarda istifadə olunur? Tərkibinə gəldikdə 5 qram məlhəmin tərkibində 50 mq tetrasiklin hidroxlorid vardır. Farmakoterapevtik qrupuna gəldikdə duyğu orqanlarına təsir edən vasitələrə, oftalmologiyada istifadə olunan vasitələrə, mikrob əleyhinə vasitələrə, antibiotiklərə aiddir. Tetrasiklinlər əsasən bakteriostatik təsir göstərir və geniş spektrli antimikrob aktivliyə malikdir. İstifadəsinə dair göstərişlərə gəldikdə, xlamidioz ilə törədilmiş göz infeksiyaları, yəni traxoma zamanı, tetrasiklinə qarşı həssas bakteriyalarla törədilmiş digər göz infeksiyalarını müalicə etmək üçün, məsələn, konjunktivit, keratit, blefarit zamanı istifadə olunur. Əks göstərişlərinə gəldikdə, tetrasiklinə qarşı həssaslıq, yəni allergik reaksiyalar olduqda, hamiləlik, laktasiya dövrü və 8 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir. 8 yaşdan kiçik uşaqlarda tetrasikilin istifadə olunduğu zaman inkişaf edən dişlərdə yığılır. Bu zaman daimi dişlərin rənginin dəyişməsi, sarı, boz, qəhvəyi rəngdə olması müşahidə olunur. Həmçinin yeni sümük əmələ gəlmə prosesinə, sümüyün inkişafına mənfi təsir göstərir. Xüsusi göstərişlər və ehtiyat tədbirlərinə gəldikdə isə tetrasikilinə qarşı yüksək həssaslıq, yəni allergik reaksiyalar olduqda preparatın istifadəsi dayandırılmalıdır. Bundan başqa, tetrasikilin istifadə edən şəxslərdə günəş işığına məruz qaldıqda günəş yanığı şəklində özünü göstərən işığa həssaslıq reaksiyaları aşkar edilmişdir. Tetrasikilin istifadə edən şəxslərin birbaşa günəş işığına və yaxud da ultrabənövşəyi şüalara məruz qaldığı hallarda bu barədə məlumatlandırmaq lazımdır. Dəridə günəş yanığı şəklində özünü göstərən işığa həssaslıq reaksiyaları yarandıqda isə dərmanın istifadəsini dayandırmaq lazımdır. İstifadə qaydası və dozasına gəldikdə, tetrasikilin göz məlhəmini gün ərzində 2 və yaxud da 3 dəfə zədələnmiş gözə az miqdarda çəkmək lazımdır. Məlhəmi gözə tətbiq etdikdən sonra tozdan gözü qorumaq lazımdır. Traxoma zamanı müalicə müddəti 20 gündən 2 aya qədər çəkə bilər. Məlhəmi istifadə edərkən tubikin ucundakı boru ilə gözü ovuşdurmaq olmaz. Borunun ucunu çirkləndirməmək üçün hər dəfə istifadə etdikdən sonra möhkəm bağlamaq lazımdır. Tetrasiklin göz məlhəmini gözə tətbiq etdikdən sonra digər göz məlhəmləri və yaxud da göz damcıları arasında 30 və yaxud da 60 dəqiqə fasilə vermək lazımdır. Məlhəm gözə çəkildikdən sonra gözdə bulanıqlığa səbəb ola bilər. Buna görə də nəqliyyat vasitələrini və yaxud da digər mexanizmləri idarə etməzdən əvvəl bulanıqlığın keçməsini gözləmək lazımdır. Əlavə təsirlərinə gəldikdə, göz məlhəmini gözə tətbiq etdikdən sonra bulanıq görmə, yanma hissi, kəskin ağrı, gözlərin və ya göz qapaqlarının qıcıqlanması, göz qapaqlarının şişməsi, göz yaşının axması, güclənməsi və göz ağrısı kimi əlamətlər meydana çıxa bilər. Bütün bu əlamətlər məlhəmin istifadəsi ilə bağlıdır. Əgər bu sadalanan əlamətlər getdikcə daha da şiddətlənərsə, o zaman məlhəmin istifadəsini dayandırmaq lazımdır. Həm YouTube, həm TikTok, həm də Instagram kanalıma abunə olub videolarımı bəyənib paylaşmaqla mənim kanallarıma dəstək ola bilərsiniz. Video maarifləndirmək məqsədi ilə hazırlanmışdır. Reklam xarakteri daşımır. Videonu hazırladı Haşim Orucov.